Hüseyin Hüseyin ağadır. Elə mal-qara dalınca gedib, orada sahası var. Malları gətirib çıxardı bayrağa, özü də gəlib, yolda nəysə olub da biz də bilmirik. Xəbərimiz olmayıb. Sonra ailəsi zadı hamısı zəng vurub, telefon cavab vermir. Sonra gəlini, qardaşı gediblər, güclə tapıblar yolda və salam. Başqa. Elə axşam saat 10 idi, 11 idi, eşitdi, gəldi, çıxdı bura. Dedilər ki, bəs gedib mal-qaranı dalayıcan, hara, gətirib evə. Özü yolda hardasa sonradan qardaşı gedib görüb, indiyə kimi gəlin narahat olub ki, bəs bu gec gəlib evə, zəng eləyib, telefonu götürməyib, zəng olunub ona, telefon götürülməyib. Bu da qardaşı da evin dalındakı ev qardaşının evidir. Qardaşı gəlini də götürüb gediblər sahaya, maşınla gediblər. Bu niyə gəlmədi? Bu niyə gəlmədi? Nəysə belə də zəng gəlunub, axır gediblər zəngə çıxıblar. Telefonun zəngi, telefon cibində olub, telefonun səsinə gəlib çıxıblar. Görüblər özü hadisə olunub, nəsə öldürüblər, ya ölüb, ya nəsə belə bir şey olub. Bir üçün hələ ki qaranlıqdır. Koysunlar kamyon.